Anadan gəlmə ürək qüsuru ancaq uşaq yaşlarda özünü göstərir. Bu doğrudanmı belədir? Bugün sizə video görüntülərini təqdim edəcəyimiz pasiyent 38 yaşında və falotitradası anadan gəlmə ürək qüsuru olan bir pasiyentimizdir. Özü isə təqribən 4-5 il əvvəl məlumatı olub. Öz ürək qüsuru barəsində onu qeyd edim ki, falotitradası öz-özlüyündə 4 defektdir. Yəni 4 qüsuru birləşdirən bir ürək qüsurudur. Bu pasiyentimizdə də təsadüfən aşkarlanıb. Yaxınları belə inanmayıb ki, onda bu problem ola bilər və dediyinə görə dayısında da anadan gəlmə ürək qüsuru olubdu və həm də ata-ana qohum olublar. Pasiyent özü hal-hazırda dediyim kimi 38 yaşındadır. Düzdür, xüsusi şikayətlər bildirmir. Əslində çox insanlarımızı yanıldan da budur. Onlar düşünürlər ki, mütləq bir ağrı, ciddi bir təngi nəfəslik olmalıdır ki, müraciət eləsinlər. Amma bu pasiyentimizdə gördüyünüz kimi bizi narahat eləyən ya özünü şiddətli narahat eləyən bu zamana qədər bir şikayətlər olmayıbdır. Təsadüfən aşkarlanıb, sadəcə özü səliqəli pasiyentdir, davamlı rutin müayinələrinə gəlir.